Avropa Hun dövlətindən fərqli olaraq iki dənə türk dövlətini veribdir. Birinci Göytürk dövləti və Xəzər xaqanlığını verib. Amma diqqətli olmalıyıq. Buradan fərqli cəhət istəyir eyni zamanda. Baxırıq, 4-cü əsrin ikinci yarısında yaranmışdır. Xeyr, birinci Göytürk dövləti 552-ci ildə yarandığına görə A variantını ümumiyyətlə buradan çıxaracağıq. A-nın üzərinə X qoyuruq. A-nı variantlardan da dərhal çıxardırıq. Davam edək. Sasani dövləti ilə bir müddət müttəfiq olmuşdur. Avropa Hun dövlətindən fərqli olaraq birinci Göytürk dövləti həqiqətən də bir müddət Sasanilərlə müttəfiq olmuş, Ağ Hun dövlətinə qarşı mübarizə aparmışdır. Deməli, 1-ə B mütləq qaydada götürüləcək. Bizans üzərinə uğurlu hücum etmişdir. Bizansla bağlı məsələlər Göytürk dövlətində var idi. Lakin bu cavab götürülsə belə, Avropa Hun dövlətində də Bizans üzərinə yürüşlərin olduğunu biz nəzərə almalıyıq. Ona görə də C-ni çıxartmaq məcburiyyətindəyik. C olan variantı da ixtisar eləyirik. Növbəti hissəyə baxırıq. Xəzər xaqanlığı ilə bağlı olan hissə. Şərqi Avropanın bir hissəsinə nəzarət etmişdi. Avropa Hun dövlətinin özü də eyni zamanda Şərqi Avropanı da əhatə eləyirdi. Ona görə də bu hər ikisi arasında oxşar cəhət sayılır. A-nın ikinci hissədə olan yerini çıxardırıq. Geriyə artıq bir cavab qalır. 1-ə B və 2-yə BC. Davam eləyək. Kiyev knyazlığının yürüşünə məruz qalmışdır. Bəli, bu Xəzər xaqanlığına aid bir xüsusiyyətdir. Avropa Hun dövlətində yoxdur. Ərəb xilafəti ilə uzun sürən müharibələr aparmışdı. Bu da yenə Xəzər xaqanlığına aid bir xüsusiyyətdir və Avropa Hun dövlətində belə bir hadisə yoxdur. Düzgün cavabımız 1-ə B, 2-yə də BC olacaqdır.